Bu torpaq qəhrəmanlarını heç vaxt unutmur. Öndər TV komandası olaraq Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğuz kəndindəyik. Burada Vətən müharibəsi şəhidi Leytenant Əli Yusifovun doğma ocağını, ailəsini və onun xatirəsinə yaradılmış ev muzeyini ziyarət edirik. 1997-ci il avqustun 14-də bu kənddə dünyaya göz açan Əli Yusifov uşaqlıqdan vətən sevgisi ilə böyüyüb. O, torpağa, bayrağa, millətinə sədaqəti həyatının mənası bilib. Əli kimi oğullar heç bir zaman bu xalqın yaddaşından silinməyəcək. Vətən uğrunda canını fəda edən oğullarımız xalqımızın əbədi qürur mənbəyidir. Onlar bu torpağın azadlığı, namusu və gələcək nəsillərin firavanlığı naminə ən qiymətli varlıqlarını, canlarını fəda ediblər. Şəhidlər torpağa deyil, bir millətin qəlbinə tapşırılır. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Əli Yusifov Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. O, son nəfəsinə qədər döyüşüb və 3 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin nəşi uzun müddət tapılmadı. Rəsmi olaraq itkin düşmüş hesab olundu və 29 aprel 2021-ci ildə Əlinin nəşi tapılaraq doğma Oğuz kəndində torpağa tapşırıldı. Bu torpaq öz qəhrəmanını bağrına bastı. Ölümündən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə Əli Yusifov Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və Vətən uğrunda medalları ilə təltif olunub. Əli kimi igidlər cəsarətin, mərdliyin və vətən sevgisinin simvoludur. Onların göstərdiyi yol bu günümüzə işıq tutur, sabahımıza ümid verir. Əli Yusifov yaşayır, xatirələrdə, dualarda və bu vətənin qəlbində. Sizləri salamlayıram Ramin müəllim. Bugün şəhid Əli Yusifovun ev muzeyini, şəkillərini, onun xatirələrini işıqlandırmaq üçün Bakıdan Naxçıvan şəhərinin Şərur rayonu Oğuz kəndinə şəhid ailəsi Yusif Əlinin evindəsiz. Mən şəhid Leytenant Əli Yusifovun atasıyam. Şəhid Leytenant Əli Yusifovun haqqında çox şeylər danışmaq olar. Onun elə bir xatirələri var ki, o uşaqlıqdan hər zaman vətənini sevən, vətəninə bağlı bir övlad olmuşdu, oğul olmuşdu. O 2003-cü ildə orta məktəbə qədəm qoyanda bir 10 gün gedəndən sonra gəldi, dedi, ata, mənə bayraq al, balaca bayraqlardan al, mən öz partamın üstünə qoyacam. Hələ o vaxt onun o deyirlər, uşağın ağlı ancaq demək onun alnında şəhidlik yazılmışdı. Mən o bayrağı aldım, o bayrağı apardı orta məktəbə. O bayraqla gedirdi, o bayraqla gəlirdi. Elə bir sevinirdi ki, vətən sevərliyi də bax o bayraqdan başlamışdı. Çünki bayrağını sevən, vətənini sevən bir oğul bugünkü gündə şəhidlik zirvəsinə ucaldı. Şəhid Leytenant Əli Yusifov 2012-ci ildən Naxçıvan şəhərinin Heydər Əliyev adına liseydə, hərbi liseydə oxudu. Oranı bitirdi, oranı gözəl təhsil aldı, əla qiymətlərlə bitirdi. Hətta müəllimlər bizi bir gün valideyn kimi dəvət elədi o məktəbə. Mən baxdım ki, bəzi valideynləri qaldırıb onun övladı haqqında, ona
övladı haqqında sözlər deyirdilər, sizin övladınız özünü necə aparmağını. Ancaq mən gördüm ki, bir dəfə bizi o müəllimlər qaldırmadı ayağa. Həqiqətən mən çox düşündüm ki, nəyə görə müəllimlər bizi belə qaldırıb əla haqqında nəsə bir sözlər demədilər. Mən iclas qutarandan sonra barədə müəllimdən soruşdum ki, bəs heç əla haqqında bizi qaldırıb nəsə bir sözlər demədiniz və yaxud suallar vermədiniz. Dedi, ay ata, biz o valideyni qaldırırıq ki, onun övladı ya oxumur, ya onun özünü aparmaq davranışı zəifdir. Ancaq dedi, Yusuf Əli elə bir oğuldur ki, elə bir tələbədir ki, dərslərini gözəl oxuyur və davranışı da gözəldir. Onda bildim ki, Əli bizim başımızı necə uca eləyir, necə dik tutur. Və oranı bitirəndən sonra 4 il hərbi akademiyanı bitirdi Bakıda. Orada da gözəl, əla qiymətlərlə bitirdi. Təşəkkürləmələr verildi Əli haqqında. Ata-anasına təşəkkürləmələr gəldi. Və 2019-cu ildə Yusuf Əli, mənim oğlum, hərbi akademiyanı bitirdi və Beyləqanda Ensa ilə hərbi hissədə xidmətə başladı bir zabit kimi. Lakin 1 il, 3 ay, 1 il, 4 ay işlədiyi müddətdə, xidmət elədiyi müddətdə Ensa ilə hərbi hissədə Vətən müharibəsi başladı. 2020-ci ilin 27-si sentyabr Vətən müharibəsi başladı. Sentyabr ayının 26-sı Əli ilə görüntülü WhatsApp-da danışarkən demək, onlar müharibə gedirlər, Yusuf Əli müharibə haqqında bizlərə bir kəlmə də olsun, heç nə demədi. Elə bir sevinclə, elə bir gülər üzlə müharibəyə hazır vəziyyətdə gedirdi ki, elə bir sanki bir toya gedir, sanki bir, nə bilim, 27 sentyabr müharibə başladı. Əli Vətən müharibəsinə qatıldı bir zabit kimi. Füzulinin alınmasında iştirak etdi və oktyabr ayının 3-ü 4-ünə keçən gecə Əli qəhrəmancasına şəhid oldu. Lakin Əli balamın 8 aya yaxın nəşi tapılmadı. Onun axtarışında biz Füzuli rayonuna üz tutduq. Xeyli axtarışlardan sonra şəhid balamın nəşi Füzuli rayonu kənd vuracısından tapıldı. Mən Əli haqqında danışmaq o qədər bizlərə çətindir ki, yəni Əli itkin olan vaxtı mən hələ heç yerdə demədiyim bir kəlməni burada deyəcəm. Bir ata üçün həqiqətən ağırdır öz balasını, yəni o şəhid tabutların, nəşlərin içində axtarmaq həqiqətən ağırdır, çətindir. Mən heç zaman heç bir ataya, anaya heç vaxt arzu etmərəm ki, onun övladının şəhid tabutunu öz gözləri ilə görməyi. Mən arzu edərəm heç zaman heç bir ataya öz övladının şəhid tabutunu görməsin. Çünki mən getdim Füzulidə, morqda, yəni o şəhidlər gəlirdi, hərə öz övladını axtarırdı. Mən də bir ata kimi düşüb Əli balamı axtarırdım. O
şəhid nəşrlərin içində. Lakin inanın, hər şəhidi orada, hər şəhid gələndə, hər şəhidi baxanda onların nəşrlərinə, yəni belə görmədiyim elə bir hisslər keçirdim ki, çox çətin, ağır bir hisslər keçirdim. Ona görə də həqiqətən ağırdır. Mən heç zaman Azərbaycan xalqımın heç bir atasına, anasına bundan sonra heç bir qapıda şəhid tabutunun olmasını heç vaxt arzu etmirəm. Bir də Azərbaycan xalqına heç zaman müharibə olmasını istəməm. Çünki biz atalar, analar gördük müharibənin nə olduğunu. Əli 2021-ci ilin aprel ayının 29-u nəşi tapıldı. Sanki o gün mənə bir ağır, çətin, necə deyim, bir ata üçün ən ağır gün idi, ən ağır, çətin bir dərd idi. Komissarlıq həyata gələndə onun bir ata üçün övladının şəhid xəbərini bir ata üçün vermək, bir ataya demək ki, sənin oğlunun şəhid olmuşdur və aşkarlanmışdır. O ata üçün ən ağır bir çətin gündür həmin gün. Şəhid balamın nəşi 2021-ci ilin aprel ayının 29-u tapıldı və may ayının 3-ü Şəhər rayonunun Şəhidlər Xiyabanında dəfn olundu. Bundan sonra da mənim bir oğlum var idi, nişanlı idi. Onun, belə deyək, onun toyuna 10 gün qalmış şəhid balam, şəhid Əli Yusufov şəhid oldu. Allah heç bir atana, anaya onun belə nişanlı balasını, şəhid tabutunu göstərməsin. Allah istədən də razı olsun. Sağ olun, var olun Allah. Bütün şəhidlərimizi rəhmət eləsin bir daha. Allah qazilərimizə şəfa versin. Allah ordumuzu qorusun. Allah cənab prezidentimizə güc qüvvət versin ki, bundan sonra Azərbaycanımızın başı bəlalar çəkməsin. Həqiqətən. Çünki Azərbaycan xalqı hər zaman başı bəlalar çəkib. Əsrlər boyu belə olub. Əsrlər boyu. Ona görə də biz şəhid ata-analары hər zaman arzu edərdik ki, bir də Azərbaycan xalqında, Azərbaycanda müharibə olmasın. Əli balam çox ağıllı, mehriban bir balaydı. Əli haqqında danışmaq mənim üçün çox ağırdı. Mən onun haqqında danışanda həmişə boğula danışmışam. Əli balam hərbini özü seçdi. Gördü yalının arzusudur bizdə. Onun qarşısına çıxmadıq, dedik, get balam. Əli hərbiyə getdi, yaxşı qiymətlərlə oxudu. Hər zaman müəllimlər ona razılıq elədi. Getdi, işlədi, YTD Beyləqanda da 702 hərbi salisdə də işlədi. Orada da balam fəxri fərman aldı. Əli nişanlı idi, biz toyuna hazırlaşırdıq. Toyuna 10 gün qalmış müharibə başladı. Əli balam oktyabrın 3-ü itkin düşdü. Biz 7 ay 8-ci aya kimi onu axtardıq. Atası getdi Bakıda, morqlarda, Füzulidə axtardı. Çox ağır acılar çəkdik, həmin vaxtlar çox. Zəng çalanda telefonlara qaçdıq. Maşın çalanda qapıya qaçdıq.
7 ay bala gözləmək çox çətindir. Aprelin 29-u nəşi tapıldı. Mayın 3-ü Şərur rayonunda, Fəxri Xiyabanda dəfn olundu. Əli ilə uşaqlıqdan qeyri-adi uşaq idi. Ataya anaya bağlı uşaq idi. Belə mehribanlığı ilə qeyri-adi idi yəni. Çox mehriban, qohuma, qonşuya, hər kəsə, ataya, anaya. O heç vaxt bizim sözümüzdən çıxmamışdı. Mən onun orta məktəbdə oxuduğu bir dəftəri tapdım. Onun içəri tərəfindən yazıb ki, vətən mənə oğul desə nə dərdim? Onu mən bu son vaxtlar tapdım o orta məktəbin dəftərlərinin içindən. Balam körpəlikdən vətənə bağlı idi. Hardasa 5-ci, 6-cı sinifin dəftəridir orada. Elə yazıbdı. Həmişə də vətənpərvər şeirlər əzbərləyirdi. Vətənpərvər şəkillər çəkirdi. Rəssamlıqda da yaxşı əl qabiliyyəti var idi. Yaxşı şəkillər çəkirdi. Bu 20 yanvar zad olanda məktəbdə baxırdım. Müəllim şəkilzad verib, elə gözəl çəkirdi ki. Mən qazilərimizə can sağlığı arzulayıram. Şəhid ata-analarına da səbir dözüm arzulayıram. Allah bir də dövlətimizə müharibə göstərməsin. Müharibə çox acınacaqlı bir şeydir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.